İndi diqqət edin hədisə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim axirəti üçün yaşayır, yəni axirəti üçün yaşayan insan həm Allaha şükür eləyir, həm ancaq Allaha ibadət edir, həm kasıbın haqqını ödəyir. Yəni gözü toxdur bu adamın. Dünya malına bağlanmayıb. Dünya malından istifadə eləyir, geniş evi olsun, adamın rahat miniyi olsun, gözəl geyimi olsun, gündəlik yeməyi olsun gözəl, dadlı. Hər şey gözəl olsun, amma qəlb ona bağlanmasın. Qəlb bağlananda o artıq fikirləşir ki, hamısı mənim olsun. Başqa heç kəsə heç nə vermir. Bax, bu artıq olur tamahkar, acgöz. Səxavətli başqa bir şeydir, səxavətli olmaq. Tamahkar, acgöz olmaq başqa şeydir. Bu olur acgöz. Amma bu biri qəlb zəngindir, əlinə nə qədər pul gəlir gəlsin, onu tək özü yemir, bölüşdürür, yəni imkansız olanlara da verir. Onda Allah subhanahu teala ona 3 nemət bəxş edir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kimin ki qəlbi axirətə bağlıdır, Allah onun qəlbini zəngin edir. Dünyəvi işləri hamısı qaydasında gedir. Və ağlına gəlmədiyi yerdən ona ruzu gəlir. Fikir verin, subhanallah. Amma bunun tam əksi, o acgöz tamahkarlar ki var, onları nə gözləyir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah kasıblığı onun 2 gözü arasına qoyur. Və bura gətirib qoyur. Bütün gün fikirləşir ki, azdır, azdır, azdır. Yenə də artırım, artırım. Qızıl, ev, maşın, 10 dənə ev, 50 dənə ev, 100 dənə ev. Doymur göz. O ki, qəbrə qoyurlar, torpaq ki, tökürlər üstünə. Onda başa düşür ki, mən həyatım boyu niyə yaşamışam? Yəni, bu yığdıqlarım nə oldu? Apara bilmirəm özümdən. Bax, gözünün ortasına qoyur, kasıblığı. Doymur göz. 2, işlərini dolaşığa salır. Qarışığa salır işlərini. Yəni ki, bütün günü bu adam stresin içindədir ki, necə olacaq? O necə olacaq? Obyektim necə olacaq? Zavodum necə olacaq? Bu nə olacaq? Pullarım kimə qalacaq? Bankdakı pullar necə olacaq? Hər gün bax bu stresin içindədir. Hətta adam var, gecə yata bilmir o stresdən. Dərman atır, iynə vurur, nə bilim, içki içir ki, yatsın ki, o sıxıntı ondan geçsin. Yata bilmir.